Salam əziz abituriyentlər. Düzbucaqlı kvadrat rombonun xassələri mövzusunun suallarını izah edəcəm. Birinci sualda deyir ki, kvadratın tərəfi ilə diaqonalı arasındakı bucağını tapın. Bu məlum məsələdir ki, kvadratın tərəfi ilə diaqonalı 45 dərəcəli bucağı əmələ gətirir. Çünki kvadratın diaqonalı bucağın tən böləni olur. Ona görə 90 dərəcəli bucaq 2 yerə bölünəcək, 45 dərəcə, tərəflə diaqonal arasında gələn bucaq 45 dərəcə olacaq. İkinci sualda deyir ki, kvadratın diaqonalları arasındakı bucağı tapın. Kvadratın diaqonalları bir-birinə perpendikulyardır. Onlar arasında qalan bucaq 90 dərəcə olacaq. Yəni cavab burada B variantı olacaq. Üçüncü sualda deyir ki, AM 2BM bərabərdir. Əgər mən BM x desəm, burada AM 2x olacaq. Onda belə çıxır ki, BAM bucağı, bucaq BAM 30 dərəcəyə bərabər olacaq. Yəni, bu bucaq 30 dərəcə olacaq. BAC bucağı da 45 dərəcə olduğundan, çünki AC diaqonalı tən böləndir, 45 dərəcədən 30 dərəcəni çıxacam. Bu orta bucağı 15 dərəcə olacaq. Yəni, cavab burada olacaq B variantı. ABCD rombunda A bucağı alfa olarsa, BCD bucaqlarını tapın. Bu da məlum məsələdir. Yəni, bu şəkildə olacaq. Əgər A bucağı alfadırsa, bura A bucağı deyək, bura B bucağı, C bucağı, bura D bucağı deyək. Əgər A bucağı alfadırsa, onda C bucağı da alfadır. Çünki qarşı bucaqlar bərabər olur bir-birinə. Onda B bucağı 180 dərəcə minus alfa olacaq. Eyni qayda D bucağı da 180 dərəcə minus alfa olacaq. Bizə deyir ki, BCD bucağı, B bucağı 180 minus alfa, C bucağı alfa, D bucağı da 180 minus alfa olacaq. Cavab burada C variantı olacaq. Beşinci sualda deyir ki, perimetri 20 cm, iti bucağı 60 dərəcə olan rombun kiçik diaqonalı tapın. Bu məsələ belə olacaq. Əgər perimetr 20-dirsə, bütün tərəflər 5-ə bərabərdir. Burada 5-dir, burada 5-dir, burada 5-dir, burada 5-dir. Və iti bucağı 60 dərəcədirsə, onda kiçik diaqonal tərəfə bərabər olur. Yəni, bura 60 dərəcədirsə, burada 60 dərəcədir. Eyni qayda, burada 60 dərəcədir. Onda kiçik diaqonalı tərəfə bərabərdir. Onda tərəfdə 5-ə bərabər olacaq. Cavab Y variantı olacaq. 5-ci sualda cavab Y variantı oldu. 6-cı sualda nə deyir? Deyir ki, rombun 60 dərəcəli bucağın qarşısındakı diaqonalı 17 cm-dirsə, rombun perimetri tapın. Elə eyni məsələdir bu. Deməli, nə formada olacaq? Rombun iti bucağı 60 dərəcədir. Bunun qarşısındakı diaqonal 17 cm-dir. Bilir ki, rombun tərəfləri bir-birinə bərabər olduğuna görə, onda burada 60 dərəcə, burada 60 dərəcə olacaq. Bu, 3 bucaq bərabər tərəfli 3 bucaq oldu. Diaqonal 17 isə tərəfdə 17-dir. Onda perimetr 4-aya bərabərdir. 4-ü də 17-yə vursaq, o da mənə verəcək 68 verəcək. Yəni, cavab burada Y variantı olacaq. 7-ci sualda deyir ki, rombun perimetri 20 cm, hündürlüyü 2,5 cm olarsa, rombun iti bucağını tapın. Deməli, belə bir məsələdir. Hündürlüyü 2,5-dir. Perimetri, burada bütün tərəflər 5-ə bərabərdir burada. Bunun iti bucağını soruşur. İti bucağı da nə verəcək mənə? 30 dərəcə verəcək. Çünki 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun, yəni 5-in yarısına bərabərdir. Ona görə bu bucaq 30 dərəcədir. Cavab burada Y variantıdır. 8-ci sualı eyni sualdır. Bunun ödünü yazarsınız. 9-cu suala baxaq. Perimetri 40, iti bucağı 30 dərəcədir. Rombun hündürlüyünü tapın. Deməli, bu da aşağı-yuxarı eyni sualdır. Belə bir şeydir. Perimetr 40-dırsa bütün tərəflər ona bərabər olacaq.
İti bucağı 30 derecedir. Onda bir de nəyi soruşur? Rombun hündürlüyünü soruşur. 30 dereceli bucağın qarşısındakı katet hipotenüzün yarısına bərabər olacaq. Onda hündürlüyü nəyə bərabərdir burada? 5'ə bərabərdir. Cavab A variantı olacaq. 10-cu suala baxaq. Deyir ki, iki kvadratın perimetrlər nisbəti 1/2-dir. Kiçik kvadratın tərəfi 5-dirsə, onda təbii ki, perimetrlər nisbəti tərəflər nisbətinə bərabər olacaq. Çünki kvadratlar oxşar olur. Perimetrlər nisbəti tərəflər nisbətinə bərabərdir. Əgər perimetrlər nisbəti P1/P2 tərəflər nisbətinə bərabər olacaq. A1/A2-yə bərabər olacaq. Deməli, bu da 2-də 1-ə bərabər olacaq. Onda belə çıxır ki, kiçiyin tərəfi 5-dirsə, yəni A1 5-dirsə, A2 neçə olmalıdır? 10 olmalıdır. Cavab D variantı olacaq. 11-ci sual eyni sualdır. 12-ci sual deyir ki, perimetri 30, tərəflərdən biri isə 5 olan düzbucaqlının diaqonalını tapın. Deməli, düzbucaqlı çəkirik bura. Tərəflərdən biri 5-dirsə, yəni bura 5-dirsə, burada 5-dir. 5 olacaq. Onda beləcə uzunluqları cəmi 24 olacaq. Onda bu tərəfdə 12, bu tərəfdə 12 olacaq. Bizə diaqonalını soruşur. Diaqonal da təbii ki 13-ə bərabərdir. Pifaqor teoremində D-nin kvadratı bərabərdir. 5'in kvadratı üstəgəl 12'nin kvadratı, o da 13'ün kvadratını bizə verəcək. Onda D-nin kvadratı 13'ün kvadratıdırsa, D də 13'ə bərabər olacaq. 13-cü sual eyni sualdır. 14-cü suala baxaq. Bizə deyir ki, AM 5'ə bərabərdir. Bucaq 1'in bucaq 2'yə nisbəti 4x x olması lazımdır. Yəni, bura x-dir. Bura 4x-dir. Onda belə çıxır ki, BAM bucağı, bucaq BAM 45 dərəcə minus x olmalıdır. Çünki BAC bucağı 45 dərəcədir. AC bu da diaqonaldır. Onda bu bucaq oldu 45 dərəcə minus x. Bunların cəmi, yəni 45 dərəcə minus x üstəgəl 4x bizə verəcək 90 dərəcəni. Buradan alınır 45 dərəcə üstəgəl 3x 90 dərəcəyə bərabərdir. 3x 45 dərəcəyə bərabərdir. X də 15 dərəcəyə bərabər olacaq. Bir də nəyi soruşur? MAC bucağını soruşur. MB tərəfini soruşur. MB tərəfini soruşur. Deməli, BAC bucağı 30 dərəcə oldu. Yazıram burada. BAM bucağı. Bucaq BAM 45'dən 15 çıxır, 30 dərəcə. 30 dərəcənin qarşısındakı katet, yəni BM nəyə bərabər olacaq? 5'in yarısı 2,5 olacaq. 15-ci suala baxaq. Kvadratın diaqonalı 7 cm-dir. Kvadratın tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirən parçaların yaratdığı dördbucaqlının perimetrini tapın. Deməli, kvadratdır. Bizə deyir ki, kvadratın tərəflərinin orta nöqtələrini birləşdirən. Yəni, bax, bura deyək ki, A, B, C, D tərəflərin orta nöqtələrini biz birləşdirək. Alınan bu dördbucaqlının perimetrini bizdən soruşur. Onda nə olacaq burada? Fikir verin. Onda kvadratın diaqonalı çəkirəm. Kvadratın diaqonalı, yəni AC-ni nə verib bizə? 7 verib. AC əgər 7-dirsə, deməli D də 7-dir. Çünki diaqonallar bir-birinə bərabərdir. Bura deyək M, bura deyərək N, bura deyərək Y, F. Təbii ki, əgər AC 7-dirsə, onda M-in 3,5 olacaq. Eyni qayda YF də 3,5 olacaq. Çünki bu parçaların bir-birinə bərabər olacaq. O da AC-nin yarısına bərabər olacaq. Çünki ABC üçbucağının orta xəttidir M-in. M-in də AC-nin yarısına bərabər olması lazımdır. Təbii ki, B-də diaqonalı da 7 olduğundan NF də ME də 7-yə bərabər olacaq. 3,5 olacaq. Ona görə perimetr bərabər olacaq. 4 vurulsun 3,5. O da mənə nə verəcək? 14 verəcək. Cavab burada A variantı olacaq. 16-cı sual eyni sualdır. 17-ci suala baxaq.
Perimetri 18 olan paralelogramın xarici oblastında olmaqla onun tərəfləri üzərində hər bir tərəfi üzərində romb qurulmuşdur. Və paralelogramın tərəfi üzərində romblar qurulub. Belə bu paralelogram çəkirəm bura. Bu paralelogramın tərəfləri üzərində romblar qurulub. Belə romb qurulub. Belə romb qurulub. Hər bir tərəfi üzərində bir romb qurulub. Bir də bu tərəf üzərində bir romb qurulub. Bu tərəfləri üzərində romblar qurulub bu şəkildə. İndi paralelogramın perimetri 18-dirsə, onda bu A deyək, bu da B deyək də. Onda yazıram ki, burada A ilə B-nin cəmi 9-a bərabərdir. Əgər bu rombun tərəfi A-dırsa, onda perimetri 4-ə olacaq. Eyni qayda ilə bu bir rombun perimetri də 4 olacaq. Əgər bura B-dirsə, onda bu bir rombun da perimetri 4B olacaq. Eyni qayda ilə bu bir rombun da perimetri 4B olacaq. Onda rombların perimetrləri cəmi olur 8A üstə gəl 8B. 8-də mütərizə xaricinə çıxardıram. A üstə gəl B. A üstə gəl B-də 9 deyirəm. 8-də 9-a vuranda 72 olacaq. Baxırıq növbəti suala. 18-ci suala, buna baxaq. Deməli, burada nə deyir? Bizə romb verib. Rombun hündürlükləri verib. Deyir ki, EP 2-dir. EP 2-dir. EP 2-dir. PF 9'dur. Bura 9'dur. MP 4'tür. Bir də nəyi soruşur? P-ni soruşur. Təbii ki, rombun tərəfləri bir-birinə bərabər olduğundan onun hündürlükləri bir-birinə bərabər olacaq. Yəni, YF 11-dirsə, onda MN də 11-ə bərabər olacaq. Yəni, MN 11 olacaq. Onda belə çıxır ki, PN bərabər olacaq. 11 minus 4. O da nəyə bərabər olacaq? 7-yə bərabər olacaq. Yəni, cavab D variantı olacaq. 19-cu suala baxaq. ABCD rombunun B kör bucaq təpəsindən keçən düz xətt. Bura A, bura B, bura C, burada D. AD tərəfini M nöqtəsində kəsir. B kör bucaq təpəsindən keçən düz xətt AB tərəfini M nöqtəsində kəsir. Tamam ki, bura olsun M nöqtəsi. Aha. Bizə deyir ki, burada ABM böl MBC 1-3 nisbətindədir. ABM bucağı MBC bucağı 1-3 nisbətindədir. Aha. Deməli, mən nə edirəm? Bu bir diaqonalda çəkirəm. Aha. Deməli, yazıram bura. Bucaq A BM bərabər olacaq X-ə, K-ya, K deyək də. Bucaq MBC bərabər olacaq 3K-ya. Yəni, bura K-dır. Bura K-dırsa, onda toplam ABC bucağı, bucaq ABC 4K olacaq. K plus 3K. Bu B'de diagonal da tənbölən olduğundan bura 2K olacaq. Buradan burada 2K olacaq. Bura 2K'dırsa onda bura K olacaq. Onda belə çıxır ki, BM burada tənböləndir. Yəni, BM nəyin tənbölənidir? ABD 3 bucağının tənbölənidir. Həm də bizə burada deyir ki, 2AB 5AM-ə bərabərdir. 2AB 5AM-ə bərabərdir. Yəni, mən AB-yə deyirəm 5X, AM-ə deyirəm 2X. AB-yə dedim 5X, AM-ə dedim 2X. Onda belə çıxır ki, BD olacaq 5Y, MD olacaq 2Y. Tənbölənin xassəsinə görə AB-nin AM-ə nisbəti, burada qırağa yazıram. AB-nin
AM-ə nisbəti bərabərdir BD-nin də M deyən nisbətinə. Bu nisbətdən bərabər olmalıdır onlar bir-birinə. Perimetr ABD 35-dir. Perimetr ABD 35-dir. Onda yazıram ki, 7x üstəgəl 7y 35-ə bərabər olacaq. Alıram ki, x üstəgəl y nəyə bərabərdir? 5-ə bərabərdir. Yəni, x ilə y-in cəmini 5 tapdım. Həm də bu fiqur romdur. Yəni, bütün tərəfləri bərabərdir. Belə çıxır ki, burada 5x də bərabər olmalıdır nəyə? Yəni, AB AD-yə bərabərdir. 5x də bərabər olmalıdır. 2x üstəgəl 2y-ə. Buradan alınır ki, 3x 2y-ə bərabərdir. Buradan da y-in 1,5x olduğunu alıram. Y-in yerinə mən 1,5x yazsam, onda olacaq 2,5x bərabər olacaq 2,5x bərabər olacaq 5-ə, x də bərabər olacaq 2-yə. X 2-dirsə, onda y də 3-ə bərabər olacaq. Bir də nəyi soruşur? BD-ni soruşur. BD 5y-ə bərabərdir. Y-i də 3 tapdım. 5-i də 3-ə vurdum. Oldu 15. Yəni, cavabı da nə olacaq? A variantı olacaq. Bu şəkildə. Sonra 20-ci sualda deyir ki, rombun diaqonalları arasındakı bucaqlardan biri 120 dərəcə, düz bucaqlının diaqonalları arasındakı bucaqlardan biri 120 dərəcə, diaqonalı 36 olarsa kiçik tərəfini tapın. Deməli, bu şəkildə olacaq. 20-ci sualın həllini yazıram bura. Deməli, düz bucaqlı çəkirəm bura. Diaqonalları çəkirəm. Diaqonallar arasındakı bucaqlardan biri 120 dərəcədir. Əgər bura 120 dərəcədirsə, onda bura 60 dərəcə olacaq. Diaqonalı 36 olarsa, yəni bura 18, burada 18, eyni qayda burada 18, burada 18 olar. Düzdürmü? Bu şəkildə olacaq. Çünki diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür. 18, 18, 18, 18 olar. İndi, əgər iti bucağı bunun 60 dərəcədirsə, onda burada 18 olacaq. Bir də nə deyir? Yox, burada elə bir ki, iti bucaq deyəndə 120-dirsə, onun qonşusu 60-dır. Burada bərabər tərəfli 3 bucaq alınır. Çünki düz bucaqlının diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, bura 18 isə burada 18 olacaq. Həm də düz bucaqlının diaqonalları bir-birinə bərabərdir. 36-dırsa 18, 18 bölünəcək. Eyni qayda ilə burada 60 dərəcə olacaq, burada 60 dərəcə olacaq. Bərabər tərəfli 3 bucaq burada aldığında, onda bu kiçik tərəfdə nəyə bərabərdir? 18-ə bərabərdir. Yəni, cavab burada 18 oldu. 22-ci suala baxaq. Deyir ki, rombun, 21-ci sual eyni sualdır. Rombun kör bucaq təpəsindən çəkilmiş hündürlüyü onun tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bura A, bura B, bura C, bura D. Kör bucaq təpəsindən çəkilmiş hündürlüyü onun tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Buradan hündürlük çəkirik. Bu hündürlük tərəflə 30 dərəcəli bucaq əmələ gətirir. Kiçik diaqonalın 5 cm olduğunu bilərək perimetrini tapın deyir. Kiçik diaqonal çəkirəm. Bura 5-dir. İndi bura 60 dərəcə olacaq. Bura 30 dərəcəsə, bura 60 dərəcə olacaq. Ümumiyyətlə, rombun iti bucağı 60 dərəcədirsə, onun kiçik diaqonalı tərəfi həmişə bərabər olur. Həmişə bərabər olur. Yəni, bura 60 dərəcədirsə, çünki AB AD-yə bərabərdir. AB AD-yə bərabərdir. Əgər ümumiyyətlə bərabər yanlı 3 bucağın bir bucağı 60 dərəcədirsə, yəni onda digər bucaqlar da 60 dərəcə olacaq. Yəni bura 60 dərəcədirsə, onda burada 60 dərəcə olacaq. Eyni qayda yuxarıdakı bucaqda 60 dərəcə olacaq, onda burada 30 oldu. Deməli, bu ABD 3 bucağı bərabər tərəfli 3 bucaqdır. Diaqonal 5-dirsə, onda AB-də 5-ə bərabərdir. Yəni tərəfdə 5-ə bərabərdir. Perimetr bərabər olacaq.
4 vur 5, o da bana verəcək 20 verəcək. 23-cü sual. Kör bucağı iti bucağından 5 dəfə böyük, hündürlüyü 6 olan rombun perimetrini tapın deyir. Kör bucağı iti bucağından 5 dəfə böyük deyir. Deməli, romb çəkirəm. Bizə deyir ki, kör bucağı iti bucağından 5 dəfə böyükdür. Yəni, iti bucağına x desəm, kör bucağı 5x olacaq. Onda onların cəmi verəcək 6x. Əgər 6x 180 dərəcədirsə, x bərabər olacaq 30 dərəcə. Aha, deməli, bu rombun iti bucağı oldu 30 dərəcə. Mən burada hündürlüyü çəkirəm. Hündürlüyü mənə verib 6 verib. Əgər iti bucaq 30 dərəcədirsə, 30 dərəcənin qarşısı 6-dırsa, deməli 90-ın qarşısı 12 olması lazımdır. Perimetr də bərabərdir. Bütün tərəflər bir-birinə bərabərdir. 4-ü vururam 12-yə, o da bizə verəcək 48. Keçək 24-cü suala. 24-cü sualda deyir ki, MK 2 kökün 13 olarsa, rombun perimetrini tapın. Bizə deyir ki, burada AM bərabərdir KS-yə. Onda mən belə edirəm. AM-ə x, KS-yə x deyirəm. Çünki AM KS-yə. Onda MB 2x olmuş olacaq. Eyni qayda ilə KD də 2x olmuş olacaq. Çünki rombdur, o tərəflər bərabərdir. Əgər AB 3x isə DC də 3x-dir. Onu təbii ki, DK burada nə oldu? 2x oldu. Mən nə edirəm burada? Baxın, K nöqtəsindən BC tərəfinə paralel xətt çəkirəm. Bura deyirəm bir dənə M. M var, N deyək. NK xəttini çəkdim. Onda bucaq B əgər 120 dərəcədirsə, onda MNK bucağı da 120 dərəcə olacaq. Və KS x-dirsə, onda BN də x olacaq. Onda BM 2x isə burada x olacaq. Rombun tərəfi 3x isə, yəni BC 3x isə, onda NK da 3x olacaq. Bura isə olacaq 2 kök 13. Onda kosinüslər teoremindən, bax bu 3 bucaqda, kosinüslər teoremindən MK-nı tapıram. Yazıram ki, MK-nın kvadratı bərabərdir. MN-in kvadratı üstə gəl NK-nın kvadratı çıxılsın 2 vurulsun MN vurulsun NK vurulsun kosinüs 120 dərəcə. Aha. MK 2 kök 13'dür. Kvadratı olur 52 bərabərdir. MN x kvadratı deyirəm. NK 3x'dir, 9x'dir kvadratı. Çıxılsın 2mn, yəni x vurulsun 3x, 4x kvadratı vurulsun kosinüs 120 dərəcə, yəni mənfi 2-də 1. Aha. Buradan alınacaq ki, 52 bərabərdir. 52 bərabər olacaq. Deməli, bir də burada səhv eləmədim. Bir də baxaq. Yox, burada x vur 3x, x vur 3x, burada 6x kvadrat olacaq. Aha. Onda 13x kvadratına x kvadratı, yəni burada 2-də 1 mənfi olduğundan bu müsbət olacaq, olacaq plus 3x kvadrat. Onda x kvadratı 4-ə bərabər olacaq, x də 2-yə bərabər olacaq. Bizə rombun perimetrini soruşur. Rombun tərəfi 3x-dir. Onda perimetri olacaq 6, tərəf olacaq, tərəf yəni BC tərəfi götürək. Tərəf olacaq 6, perimetr də bərabər olacaq 24. 25-ci suala baxaq. DC 16'dır. EP 3 EK'ya bərabərdir. Yəni mən burada x desəm, EP 3x olacaq. Bizə deyir ki, EK-nı tapın. Aha. Mən burada nə edirəm? Diqqətlə baxaq. Bilir ki, bura 45 dərəcədir. Burada 45 dərəcədir, çünki diagonal tənbələn olur. Avtomatik burada 45 dərəcə olacaq. Aha.
Onda belə çıxır ki, AP 3x olacaq. EKX isə onda BP də x-dir. Rombun tərəfi, kvadratın tərəfi oldu 4x. 4x də 16-ya bərabər olacaq. X də nəyə bərabər olacaq? 4-dür. X 4-dür. Mənə EK-nı soruşur. Elə EK x idi. X-i də biz 4 tapdıq. Yəni cavab burada oldu 4. 25-ci sualda cavab 4-ə bərabərdir. 26-cı sual eyni sualdır. Bunu özünüz yazarsınız. 27-ci suala baxaq. Bizə nə deyir burada? EO 4-ə bərabərdir. OCD bucağı 60 dərəcədir. Təbii ki, onda burada 60 dərəcə olacaq. Aha. Eyni qayda ilə BO OC-yə bərabər olduğundan burada 60 dərəcə olacaq. Onda belə çıxır ki, bura olacaq. Burada 60 dərəcə olacaq. Onda burada. Bura olacaq. Neçə dərəcə? Yox, burada mən səhv elədim. Düzbucaqlıdır. Düzbucaqlının diagonalları tən bölən deyil. Bura 60 dərəcədirsə, bura 30 dərəcədir. Aha. Onda burada 30 dərəcə olacaq. Bura olacaq onda 60 dərəcə. Onda bu bucaq olacaq 30 dərəcə. Aha. Onda 30 dərəcənin qarşısı, yəni OE 4-dür. Bura 4-dürsə, onda BO nə olacaq? 8 olacaq. Eyni qayda ilə OD-də 8 olacaq. Onda BD diagonalı bərabər olur 16. Onda AC diagonalı da 16-ya bərabərdir. Çünki düzbucaqlının diagonalları bir-birinə bərabər olur. Burada AB-ni 28-ci məsələdə AB-ni bizə 6 verib. AB-ni 6 əgər veribsə, onda bura bucaq 60 dərəcədirsə, onda 30 dərəcədir bura. Aha, onda burada 60 dərəcə olacaq. Onda ABE bucağı 30 dərəcə olacaq. 30 dərəcənin qarşısı bizə 3 verəcək. Aha. Onda mən görürəm ki, burada görürəm ki, ABO üçbucağı bərabər tərəfli üçbucaqdır. Hardan görürəm? Əgər bura 30 dərəcədirsə, burada 30 dərəcədir. Çünki BO OC-yə bərabərdir. Onda burada 60 dərəcə oldu. Onda bu bucaqda 30 dərəcə oldu. Bütün bucaqlar 60 dərəcə olduğundan bu üçbucaq oldu bərabər tərəfli üçbucaq. Yəni AO elə AB-yə bərabərdir. O da 6-ya bərabərdir. Əgər AE 3-dürsə, deməli EO da 3-ə bərabərdir. Mənə OE-ni soruşur. OE nə verdi? Bizə 3 verəcək. Sonra keçirik 29-cu məsələyə. 29-cu məsələdə nə deyir? İki təpəsi tərəfi 9 olan kvadratın diagonalı üzərində. O biri təpələri həmin kvadratın tərəfləri üzərində olan kvadratın diagonalını tapın deyir. Deməli, nə edirik? Biz burada kvadrat çəkək birinci. Belə bir kvadratdır. Kvadratın diagonalını çəkək. Çəkdik diagonalı. İki təpəsi tərəfi 9 olan kvadratın diagonalı üzərində. Deməli, digər təpələri isə həmin tərəflər, o biri təpələri isə həmin kvadratın tərəfləri üzərində. Yəni, bir dənə təpəsi buradadır, bir dənə də buradadır. Belə bir şeydir. Aha, bu şəkildədir. Bax. Demək, iki dənə təpəsi diagonal üzərindədir, digər iki təpəsi tərəflər üzərindədir. Bura yazıram A, bura yazıram B, bura yazıram C, bura yazıram D, bura yazıram M, bura N, bura K, bura F. İndi mən nə edirəm burada? Diqqətlə baxın. Bilirik ki, rombun diagonalları, kvadratın diagonalı tən böləndir. Onda bu 45 dərəcədir. Eyni qayda ilə burada 45 dərəcədir. Eyni qayda ilə bura 45 dərəcə olacaq. Burada 45 dərəcə olacaq. Deyir ki, tərəfi 9-dursa, belə çıxır ki, baxın, bura hamısını A deyə bilərəm də. Bunlar üçdə birbirine bərabər olacaq. Niyə elə oldu? Çünki əgər AK adırsa, onda MK da A'dır. Eyni qayda ilə NF də A'dır. Çünki bu kvadratdır da, düzdür? Bu fiqur kvadratdır. Ona burada A'dır. Deməli, belə çıxdı ki, AC diagonalı 3 bərabər hissəyə bölündü. Əgər onda AC diagonalına 3 A deyək.
AC nəyə bərabər oldu? 3-aya. Kvadratın tərəfi 9-dursa, onda diagonal, yəni AC olacaq 9 kök 2. Deməli 3 anı bərabərləşdirirəm 9 kök 2-yə. Onda A oldu 3 kök 2. Tərəfi tapdım 3. Yəni balaca kvadratın tərəfini 3 kök 2 tapdım. İndi mən nəyi soruşur burada? Bu MN kafe kvadratın diagonalını soruşur. Bunun da diagonalı olacaq nə? Tərəfini A demişiksə, diagonalı A kök 2 olacaq. Onda A kök 2 bərabərdir. A-nın yerinə 3 kök 2 yazıram. 3 kök 2-ni vururam kök 2-yə. Bu da bizə nə verəcək? 6 verəcək. Yəni, cavab burada oldu 6. 29-cu sualda cavab 6-dır. Keçək 31-ci suala. 31-ci sualda nə deyir bizə dostlar? Burada deyir ki, bu şəkili biraz böyüdürəm. Bu yaxşı görsənsin. Aha. BC-ni bizə verib 4 kök 6 böl 3. Bizə deyir ki, KCD bucağı 15 dərəcədir. Aha, bura 15 dərəcədir. Bizə deyir ki, SK-nı tapın. BAD-nin bu bucağı da 60 dərəcə verib bizə. Mən nə edirəm burada? KD-ni belə uzadıram. Bura M deyirəm. C nöqtəsindən M-ə perpendikulyar endirirəm. Bu CM perpendikulyarı həm də təbii ki ABC'de rombunun hündürlüyüdür da. Çünki mən belə də buradan perpendikulyar çəksəm aşağı CM-ə bərabər olacaq. Onda belə çıxır ki, əgər A bucağı 60 dərəcədirsə, burada 60 dərəcə olacaq. Onda DCM bucağı, bucaq DCM bərabər 30 dərəcə olacaq. Yəni, bura 30 dərəcə olacaq. Onda KCM bucağı oldu 45 dərəcə. Bura 45 dərəcədirsə, onda CKD bucağı da 45 dərəcədir. Belə çıxır ki, CM bərabərdir KM-ə. CM nəyə bərabər oldu? KM-ə bərabər oldu. İndi mən tutalım ki, belə deyirəm. DM-ə A deyirəm. A desəm, onda CD olacaq 2A. CD olacaq 2A. DM-ə dedim A, CD olacaq 2A. CM olacaq A kök 3. CM A kök 3-dürsə, onda KM də, buradan burada KM də A kök 3 olacaq. Çünki o bərabər yanlı düz bucaqlı üç bucaqdır. Onda SK mənə verəcək A kök 6. Mənə zaten SK-nı soruşur. Həm də deyir ki, bizə ABCD romdur. ABCD romdursa, bunun bütün tərəfləri bərabərdir. Əgər BC 4 kök 6 bölü 3-dürsə, onda CD də 4 kök 6 bölü 3 olacaq. Mən nə edirəm burada? A-nı tapıram. CD nəyə bərabərdir? 2A-ya bərabərdir. 2A-nı bərabərləşdirirəm. 4 kök 6 bölü 3-ə. Onda A bərabər olacaq. 2 kök 6 bölünsün 3. A-nı tapdım. Mənə SK-nı soruşurdu burada. SK bərabər olacaq. Deməli, A kök 6-nı, yəni 2 kök 6 böl 3-ü vururam kök 6-ya. Sürət mənə verəcək 12. 12-ni də 3-ə bölsək, nə verəcək? 4 verəcək. Yəni, SK bizə 4 verdi. SK-nı soruşur. Orada cavabı da 4 olacaq. Bu sualda, 32-ci sualda, burada isə tərsidir. Yəni, SK-nı verib bizə BC-ni soruşur. Bunu da yazaq. Bax, bura 3 kök 6 deyirəm. Yenə bunu uzadaq. Buradan hündürlüyü indirik aşağı. Bura 45 dərəcədir. Yox, bura 15 dərəcədir. Onda bura 30 dərəcə olacaq. Burada 60 dərəcə verib, B-nə çıxır ki, burada 60 dərəcə olacaq. Burada M deyək. Onda KM bərabərdir CM-ə. O da bərabərdir. Bunu kök 2-yə bölsək, 3 kök 3 olacaq. Burada 3 kök 3-dür. Burada 3 kök 3-dür. Əgər 60 dərəcənin qarşısı 3 kök 3-dürsə, onda 30 dərəcənin qarşısı bizə 3 verəcək. 30 dərəcəli bucağın qarşısı DM 3-dürsə, onda CD 6 verəcək. CD 6-dırsa, onda BC də 6-dır. Yəni, cavab burada nə oldu? 6 oldu. 33-cü sual. Bu sualı biraz öncə həll etdik. Elə sualın eynisidir. Dağına vaxt sərf eləmirəm. İçə növbəti sualı.
34-cü suala baxaq. O 34-cü suala deyir ki, biraz da bunu böyüdək, o yaxşı görsənsin. Deyir ki, BM 2,4'dür. MC 3,2'dir. Bize neyi soruşur? AM'i soruşur. AM'de x deyirəm. Aha. Bize düzbucaqlının perimetrini soruşur. İndi ben burada ne edirəm? Diqqətlə baxaq. Bu 90 dərəcədə bilirik. Bu 90 derece, yani ABC üçbucağın hündürlüğü. H kvadratı bərabərdir MN düsturu var. Yəni BM'in kvadratı bərabərdir, yazaq bura. BM'in kvadratı bərabərdir AM vur MC. 2,4'ün kvadratı 5,76 bərabərdir AM. X vur olsun 3,2. 5,76'nı 3,2'ye bölsək, X bərabər olacaq nəyə? 1,576'nı bölək 32 tam neçə oldu? 1 dəfə 32. 32 çıxanda neçə oldu burada? 5, 26. 26 olur da, ha? Burada yox, 25. 256'nı 32'ye böləndə olur neçə dəfə? 8 dəfə. 8 dəfə. Deməli, x bura olacaq 1,8. Buranı tapdıq 1,8. Bura 1,8 isə, onda AC oldu 5. Diagonal oldu 5. Onda AB bərabər olacaq 3'ə. 3 hardan gəldi? Pifagor teoremindən, yəni AB-nin kvadratı bərabər olacaq 1,8'in kvadratı 3,24, üstə gəl 2,4'ün kvadratı 5,76. Burada bizə 9 verəcək. AB-nin kvadratı 9'dursa, AB də 3'ə bərabərdir. AB 3, AC 5'dirsə, onda BC 4'ə bərabər olacaq. Perimetr bərabər olacaq 2 vur olsun 3 üstə gəl 4, o da bərabər olacaq 14'ə. Yəni cavab burada oldu 14. 35-ci sual eyni sualdır. Baxaq 36-cı suala. 36-cı sualda nə deyir? Rombun diagonallarının deyir kəsişmə nöqtəsindən rombun tərəfinə perpendikülər çəkilmiş perpendikülər onu 3-4 nisbətində bölür. Rombun kiçik diagonalının 28 kök 3 olarsa onun böyük diagonalını tapın deyir. Deməli, mən belə bir figur çəkirəm bura, yəni romb çəkirəm. Rombun diagonallarını çəkirəm. Deyir, diagonalların kəsişmə nöqtəsindən, bura olsun diagonalların kəsişmə nöqtəsi. Onun tərəfinə endirilmiş perpendikülər. Bu tərəfə tutan perpendikülər çəkirik. Bu tərəfə çəkilən perpendikülər onun tərəfini hansı nisbətdə bölünəcək? 3-4 nisbət. Bura O nöqtəsi deyirəm. Bura A, bura B, bura C, burada D. Bilirik ki, rombun diagonalları perpendikülərdir. Yəni, diagonallar arasında qalan bucaq həmişə 90 dərəcə olacaq. Burada bir də nə deyək? K deyək. Onda bura olacaq 3K, bura olacaq 4K. Bura 3K, bura 4K olacaq. Onda belə çıxır ki, bizə nə verib burada başqa? Kiçik diagonalını verib, nə qədər? 28 kök 3. Əgər kiçik diagonal 28 kök 3'dürsə, onda bilirik ki, diagonal kəsişmə nöqtəsində yarıya bölünür. Burada 14 kök 3'dür, burada 14 kök 3'dür. Yəni, OD'də 14 kök 3'dür, BO'da. Bundan sonra nə edəcəyik burada? Bundan sonra nə edirik? Bilirik ki, H kvadratı bərabərdir MN düsturu var. Yəni, OK'nın kvadratı bərabər olacaq. OK'nın kvadratı bərabər olacaq. 3K bu 4K. Bura bir N deyək. Çünki burada K demiş qarışmasın. Yəni, ON. ON'in kvadratı bərabər olacaq. 3K vur 4K. Yəni, 12K kvadratı.
onda o n bərabər olacaq. Kök altında 12k kvadratı. Bu da mənə verəcək 2 kök 3k. Buranı tapdım. 2 kök 3k. İndi mən nə edirəm? Burada k-nı tapıram. K-nı necə tapacağım? Pifaqor teoremindən. Yazıram ki, bax burada yazıram ki, o n-in kvadratı bərabərdir d üstə gəl d n-in kvadratı bərabərdir o d-nin kvadratına. O n-in kvadratı nə demişik? 2 kök 3. Kvadratı olur 12k kvadratı. Üstə gəl d-nin kvadratı 9k kvadratı bərabərdir o d-nin kvadratına. O d-nin kvadratı bizə nə verəcək? 196 vurulsun 3. Buradan alınır ki 21k kvadratı bərabərdir 196 vurulsun 3. 3 ilə 21 hesablayanda 7k kvadratı 196'ya bərabərdir. Buradan k'nın kvadratını 28 tapırıq. K da bərabər olacaq 2 kök 14'ə. K'nı tapdıq 2 kök 14. Deməli, k'nı tapdıq 2 kök 14. İndi OC-ni tapıb onu 2'yə vuranda diagonal tapırıq da. Yenə Pifaqor teoremindən biz yaza bilərik. Yazırıq ki, burada k'nı tapandan sonra k'nı tapdıq axırda yerinə yazacağıq. Yazıram ki, burada bu tərəfdən yazıram ki, OC-nin kvadratı bərabərdir OE-nin kvadratı, yəni 12k kvadratı plus neçə k kvadratı? 16k kvadratı. O da bərabərdir 28k kvadratına. K kvadratında 28 tapmışıq. O da bərabər olacaq 28 vur 28. Onda OC-nin kvadratı bərabərdir nəyə? 528'in kvadratına. OC də bərabərdir 28'ə. OC 28 desə deməli AC olacaq neçə? 56. Yəni cavab burada nə olacaq? 56 olacaq. Qəşəng sualdır. Bu sual düşə bilər blok imtahanına. 38-ci suala baxaq. 37-də eyni sualda, ona vaxt sərf eləmirəm. 38-ci sualda deyir ki, ABCD kvadratında MD tən böləndir. Yəni ADM bucağı MDC bucağına bərabərdirsə, onda bu 45 dərəcə. Bura 45 dərəcə olacaq. MD-ni özü 11 kök 2 verir. Bura yazıram 11 kök 2. Bax, nə edirəm? M nöqtəsindən BC keçərəm və BC-yə paralel xətt çəkirəm. Bura əgər 45 dərəcədirsə, onda avtomatik burada 45 dərəcə olacaq. Bura bir dənə N desək, onda M-in ND-yə bərabərdir. Burada 11 olacaq, burada 11 olacaq. Burada bir dənə Y deyək. AK 6'dır. AK 6'dır. Başqa nə verib bizə burada? Başqa heç nə verməyib də nəyi soruşur bizdən? BK-nı soruşur. Əgər bura belə çıxır ki, bura 5 olacaq. Bura 45, bura 90, onda 135 dərəcə. Bu bucaq 135 dərəcədir. Belə çıxır ki, burada 45 dərəcədir. Eyni qayda ilə burada 45 dərəcə olacaq. Onda belə çıxır ki, EM bərabər EK-dır. Onda EM də 5'dir. Belə çıxır ki, EN nə qədər oldu? 16. BC də 16'ya bərabərdir. BC 16'dırsa, onda belə çıxır ki, bu məsafə BE də 5'ə bərabər oldu. Nəyi soruşur məndə? BK-nı soruşur. BK da bərabərdir nəyə? 10'a. Yəni cavab burada 10 olacaq. 38-ci sualda cavab 10'dur. 39-cu sual eyni sualdır. Baxaq 40-cı suala. Qırxıncı sualı belə həll edəcəyik. BE bərabərdir DF-yə. Yəni bura 4'dürsə, burada 4'dür. C2'dir. C2'dirsə, anda AP də 2 oldu. Bu AK
AKF üçbucağı ilə YKS üçbucağı kongruent üçbucaqlardır. Çünki bu bucaq 45 dərəcədir. Onda burada 45 dərəcə olacaq. Bura mən alfa desəm, burada alfa olacaq. Bura beta desəm, burada beta olacaq. Yəni bucaqların üçü də eynidir. Belə çıxır ki, onda K nöqtəsi orta nöqtədir. Yəni AK KS-yə bərabər olacaq. Əgər tərəf 6-dırsa, onda AC diaqonalı olacaq 6 kök 2, onda AK bərabər olacaq KS-yə, o da bərabər olacaq 3 kök 2-yə. Bundan sonra mən nə edirəm? Diqqətlə baxaq. F nöqtəsindən AK-ya perpendikulyar, yəni 90 dərəcə endirirəm. 90 dərəcə endirsəm, bura bir dənə nə deyək? N deyək. Əgər AF 2-dirsə, onda AN bərabər NF, o da kök 2 olacaq. A kök 2-yə görə. Yəni 45 dərəcə bərabər yanı düzbucaqlı üçbucaq var. Hipotenüs katetdən kök 2 dəfə nədir? Çoxdur. Ona görə mən katet tapmaq üçün 2-ni bölürəm kök 2-yə. O da mənə verdi kök 2. Eyni qayda ilə burada kök 2 olacaq. AK'yı 3 kök 2 demişdik. Onda NK olacaq nə? 2 kök 2. Bu bucaqda beta demişdik. Onda tangens beta, yəni AKF, tangens beta bərabər olacaq. Qarşı katet böl bitişik katet, yəni kök 2 bölünsün 2 kök 2. Burada mənə nə verəcək? 2də 1 verəcək. Yəni cavab burada oldu 2də 1. 41-ci sual. Parallelogram həm daxilinə, həm xaricinə çevrə çəkmək olar. Xeyr, simmetriya oxu yoxdur. Diaqonalları simmetriya oxu yoxdur. Simmetriya oxu yoxdur. Bəli, 1-ə B yoxdur. Paralleloqramın simmetriya oxu yoxdur. Simmetriya mərkəzi var bir dənə. Düzbucaqlı 2 simmetriya oxu var. Bəli, S uyğundur buna. Kvadrat diaqonalları perpendikulyardır. D. Yalnız xaricinə çevrə çəkmək olur. Düzbucaqlının ancaq xaricinə çevrə çəkmək olur. SE həm daxilinə, həm xaricinə çevrə çəkmək olar. Bu da kvadrata aiddir. Ona görə burada oldu A. Bu şəkildə. 41-ci sual belə. Keçirik 42-ci suala. Bizə də kvadratın diaqonalları uzunluğu 6 kök olan AB parçası üzərində olarsa, hər 3 kvadratın perimetrini tapın. Onda mən bunu belə yazıram. Bu kvadrat tərəfini A deyirəm, onda diaqonal olur A kök 2. Bura B deyirəm, onda diaqonal olur B kök 2. Buna S deyirəm, onda diaqonal olur nə? S kök 2. Onda perimetrləri 4A üstəgəl 4B üstəgəl 4C olacaq. Mən 4-ü də burada mötərizə xaricinə çıxarsam, A üstəgəl B üstəgəl C olur. A kök 2 üstəgəl B kök 2 üstəgəl C kök 2-nin cəmi 6 kök 2-yə bərabərdir. Buradan görürəm ki, A üstəgəl B üstəgəl C bizə 6 verəcək. Bunun yerinə 6 yazsaq, 4-ü də vururam 6-ya, o da mənə verəcək 24 verəcək. Yəni perimetrləri cəmi 24-ə bərabərdir. 43-cü suala baxaq. Bizə deyir ki, DF 5-dir. 60 dərəcəsə bu 30 dərəcədir. Onda belə çıxır ki, burada 60 dərəcə olacaq. Bu bucaq 60 dərəcə olacaq. Mən nəyi soruşur? BD-ni soruşur. BD-ni. Yəni bu bir diaqonalı soruşur. Diqqətlə baxsaq, 60 dərəcənin qarşısı 5-dirsə, onda bura olacaq, yəni PS olacaq 5 böl kök 3. Bura 5 böl kök 3-dürsə, onda burada 5 böl kök 3 olacaq. Çünki bu bərabər tərəfli üçbucaqdır, hündürlük həm də mediandır. Onda OS bərabər olacaq 10 böl kök 3. AC bərabər olacaq. Diaqonallar ümumiyyətlə düzbucaqlı bərabərdir. Bir-birinə AC bərabərdir BD. O da bərabərdir 20 böl kök 3. Onda məxrəcini irrasionaldan azad edəsək,
20 kök 3 böl 3 olacaq. Yəni cavab olacaq 20 kök 3 böl 3. 44-cü sual. Bizə deyir ki, kvadratın perimetrləri cəmi 24-dür. Birinci və dördüncü kvadratın perimetrləri cəmi ikinci və üçüncü kvadratların perimetrləri cəminə bərabərdir. Yəni mən bura tərəfinə A deyirəm, bunun tərəfinə B deyirəm, yazıram 4, bunun tərəfinə X deyirəm, bunun tərəfinə isə Y deyirəm. Yazıram ki, 4A üstəgəl 4B bərabərdir 4X üstəgəl 4Y. Buradan da çıxır ki, elə A üstəgəl B, X üstəgəl Y-ə bərabər olmalıdır. Aha. İndi kvadratın perimetrləri cəmi 24-dür. Aha. Bu 4 dənə kvadratın perimetrləri cəmi 24-dür. Bizə deyir, birinci və dördüncü kvadrat perimetrləri cəmi ikinci və dördüncü kvadrat perimetrləri cəminə bərabərdir. Bunu zaten burada yazdıq. Bizə deyir, ikinci və üçüncü kvadratın diagonalları cəmini tapın deyir. Əgər belə çıxır ki, perimetrlər cəmi 24-dürsə, onda birinci və dördüncü kvadratın perimetri də 12 olacaq, ikinci və üçüncü kvadratın perimetri də 12 olacaq. Yəni, bu 4A üstəgəl 4B bərabərdir 4X üstəgəl 4Y, o da bərabərdir nəyə? 12. Buradan A üstəgəl B bərabərdir X plus Y, o da bizə nə verir? 3 verəcək. Aha, 3 verəcək. Bizə nə deyir? İkincinin və üçüncü kvadratın diagonalları cəmini tapan. Əgər ikinci kvadratın tərəfi X isə, diagonal X kök 2-dir. Y isə diagonal Y kök altında 2-dir. Onda X kök 2 üstəgəl Y kök 2. Buradan da kök 2-ni çıxardıram mötərizə xaricinə. X üstəgəl Y olur. X plus Y yenə 3 yazıram. O da 3 kök altı 2-yə bərabər olacaq. Yəni cavab burada oldu 3 kök 2. 45-ci suala baxaq. 45-ci sualda deyir, perimetr 12 olan ABCD düzbucaqlısı və KP parçası ilə iki kongruent düzbucaqlıya ayrılmışdır. Aha. Deməli, mən burada nə edirəm? Bura A deyirəm. Burada A olmuş olacaq. Çünki EMN deyir, orta xətdir. Bura B deyirəmsə, burada B olmuş olacaq. Onda yazıram 2 vurulsun. 2A üstəgəl 2B 12-dirsə, onda buradan alınır ki, 4A üstəgəl B 12, A plus B-ni 3 alırıq. Aha. Bizə deyir ki, BF ilə FC-nin cəmi 6-dırsa, onda BF 3-ə bərabər olacaq. Onda ya Pifagor teoreminə yazıram ki, 2A-nın kvadratı, bura 2A-dır, kvadratı, yəni 4A kvadratı üstəgəl B kvadratı bərabər 9 olacaq. Aha. Buradan B bərabərdir. A bərabərdir 3 minus B yazıram. Gətirib burada qiymətini yerinə yazıram. 4 vurulsun. 3 minus B-nin kvadratı üstəgəl B kvadratı bərabərdir 9 olacaq. Bunu hesablayıram. 4 vurulsun. 9 çıxılsın. 6B üstəgəl B kvadratı bərabər 9-dur. Buradan 36 minus 24B üstəgəl 5B kvadratı, yəni 4 bərabərdir 9. Buradan 5B kvadratı minus 24, bunu belə yazmayaq, belə uzun oldu. Tərsini eləyək bunu. Belə uzanır, bir dəqiqə. Buradan əvəzləməni tərsini eləyək. Deməli, B bərabərdir A minus 3 yazaq. Belə bilirəm daha qısalınacaq. B-nin yerinə onda olacaq 4A kvadratı üstəgəl A minus 3-ün kvadratı bərabər 9 olacaq. Buradan 4A kvadratı üstəgəl A kvadratı minus 6A plus 9 bərabər 9. Belə daha qısalınır. 9'lar burada islah olunur. Buradan 5A kvadratı çıxılsın 6A bərabərdir 0'a. Buradan A-nı çıxardıram mötərizə xaricinə. Buradan nə alınır? 5A minus 6 bərabərdir 0'dır. 5A 6'ya bərabərdir. A da bərabər olacaq burada 1,2. A əgər 1,2 dirsə,
burada B 3 minus A olacaq. 3 minus A olacaq. Aha, 3 minus A olacaq burada. Amma kvadratda fərq eləmir onsuz da. B'nin yerine 3 minus A yazdım. Onda B bərabər oldu 1,8. B'ni tapdıq 1,8. Əgər B 1,8 isə mənə MN-i soruşur. O da 0,9 verəcək. Yəni cavab burada 0,9 olacaq. 46-cı suala baxaq. Deyir, tərəfi 12 cm, iti bucağı 60 dərəcə olan rombun B kör bucaq təpəsindən BM və BN hündürlükləri çəkilib. Aha. Bura 12 cm-dirsə tərəf, iti bucaq 60 dərəcədirsə, onda bu 30 dərəcə olacaq. Eyni qayda ilə burada 30 dərəcə olacaq. Çünki bura 60 olanda burada 60 olur. 120 dərəcə olur. Rombun diagonalı da həm də tənbölən olur. Yəni bu MBN bucağı 60 dərəcədir. Onda bu 30 dərəcə bölünəcək. Aha. Bu tənböləndirsə, deməli həm də hündürlükdür. Yəni bura 90 dərəcədir. Tənböləndirsə, deməli həm də hündürlükdür. Çünki BM BN-ə bərabərdir. Bu bərabər yanlı üç bucaqdır. Görürəm ki, bu tənböləndirsə, həm də hündürlükdür. İndi tərəf 12-dirsə, bura 60-dırsa, onda belə çıxır ki, bura 6-dır. Bu tərəfdə 6 kök 3'dür. Bu tərəfdə 6 kök 3'dür. Eyni qayda ilə bu biri tərəfdə 6 kök 3'dür. Beləsi ki, bura 60 dərəcədir. Onda bura 3 kök 3 olacaq. Burada 3 kök 3 olacaq. 60 dərəcənin qarşısı. Bura bir dənə k deyək də. Mənə nəyi soruşur? BK-nı soruşur. Deyir ki, rombun kiçik diagonalının BM-in üçbucağının daxilində qalan hissəsi. Yəni BK-nı soruşur. Mən BK-nı tapmaq üçün, yəni kiçik tərəfi 3 kök 3'ü vurmalıyam kök 3'ə. O da mənə verəcək 9 verəcək. Yəni cavab burada 9 olacaq. Bu qədər. Çox sağ olun. Təşəkkürlər.